Mayın 7-sində Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında yazıcı jurnalist Gülnarə Tomris İsmailzadənin ümumilli lider Heydər Əliyevə həsr edilmiş Dahinin xatirəsinə kitabının təqdimatı keçirilib. Təqdimat mərasimi giriş nitqi ilə Azərbaycan Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdürü akademik Nərgiz Axundova açaraq ictimaiyyətə təqdim olunan kitabın elmi əhəmiyyətini vurğulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışan akademik Nərgiz Axundova dahi liderin siyasi irsinin hər zaman elmi tədqiqatlar üçün zəngin mənbə olduğunu vurğulayıb. O, ümumilli liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çağırılması istiqamətində təşəbbüslərin təqdirə layiq olduğunu qeyd edib. Prezident İlham Əliyevin ümumilli liderin ideyalarını müvəffəqiyyətlə həyata keçirdiyini və ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Sonra tanınmış etnoqraf tarixçi Professor Təvəkkül Səlimov çıxış edərək Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Dahi liderin Azərbaycan xalqının yaddaşında müstəsna yeri olan dövlət xadimi kimi hər zaman yaşayacağını bildirib. Vurğulayıb ki, Ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə Milli Məclisin İctimai Biliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələrindən söhbət açaraq bildirib ki, müasir Azərbaycan dövlətinin banisinin həyat yolu hər bir Azərbaycanlı üçün əsl örnəkdir. O, bu nəşrin ümumilli liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Daha sonra çıxış edənlər müəllifin Ulu öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıblar. Sonda nəşrin müəllifi, yazıcı jurnalist Gülnarə Tomris İsmailzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Tədbir bədii hissə ilə davam etdirilib. Leyli Nami qızı Fərid Həşimov, Elm TV.